Fəsəli hazırlamaq üçün 5 stəkan ələnmiş unun üzərinə 1 çay qaşığı maya, 1 çay qaşığı şəkər, 1 çay qaşığı duz, suyu da az-az əlavə edib xəmir yoğururam. Sonda xəmirin üzərinə 2 yemək qaşığı da duru yağ əlavə edirəm. Ələ yapışmayan xəmir olmalıdır. Üzərini örtüb təxminən yarım saat 40 dəqiqə gözləyirəm ki, xəmir biraz acısın. Acıdıqdan sonra 4 ədəd kündə hazırlayıram. Kündənin üzərinə un səpib yayıram. Yuxanı yaydıqdan sonra üzərinə tortalı yağ əlavə edirəm. Adi ərinmiş yağdan da istifadə etmək olar. Hər tərəfinə yaydıqdan sonra bu qaydada bükürəm. Sonra xəmiri dartaraq bururam. Üzərini salafanla, dəsmalla örtüb 15-20 dəqiqə saxlayıram. Hazırladığım xəmirləri azacıq yayıram. Çox nazik yaymaq olmaz. Bir neçə yerdən üzərini deşləkləyirəm. Qalın tavanın içərisində bişirəcəm. Tavaya azacıq kərə yağ əlavə edirəm. Xəmiri yerləşdirdikdən sonra qapağını bağlayıram. Bir üzü qızardıqda üst üzünə də kərə yağı əlavə edib digər üzünü bişirirəm. Hər iki üzü qızardıqda tavadan götürürəm. Üzərinə şəkər əlavə edirəm. Fəsəlini həm də sobada bişirə bilərsiniz. Listin içərisinə xəmirin üzərinə biraz kərə yağı əlavə edirəm. 250 dərəcəlik sobada bişirirəm. Artıq gördüyünüz kimi hazırdır. İsti-isti üzərinə şəkər əlavə edirəm. Görürsünüz, çox gözəl fəsəllər alındı. Həqiqətən də çox ləzzətli alınıb. Hazırlayıb dadına baxmağa dəyər. Həm sobada pişən, həm də ki tavada pişən fəsəllərin hər birinin öz gözəl dadı var. Hazırlayacaq olanlara nuş olsun.